Bildiyimiz kimi, yəni vergi məcəlləsində olunan son dəyişikliklərdən biri də, yəni bu deyərim çox vacib bir dəyişiklikdir. Yəni yemək xərclərinin normalarına bağlıdır. Yemək xərclərinin normalları bəli müəyyənləşdirilmişdir. Yemək xərclərinin normalları bir işçi üçün, yəni gündəlik 5 manat kimi qəbul olunmuşdur. Bu da yəni müxtəlif formada təmin ola bilər. Ola bilər işə götürən özü təmin eləsin, ola bilər işə götürən onu yəni kompensasiya xərci kimi onu yəni işçiyə ödəsin, yəni nağdsız formada ödənişə həyata keçsin. Bu yəni 5 manat nəzərdə tutulmuşdur. Sual ola bilər ki, bəs əvvəl necədir, indi necədir? Əvvəl bu dəyişiklik baş verənə kimi yemək xərclərinin normalları yox idi. İşə götürən işçini yemək xərclərinə təmin etmək, yeməklə təmin etmək, yemək xərclərini təmin etmək, yemək xərclərini kompensasiya etmək, yəni bunu müxtəlif formada adlandırmaq olar. Sadə formada yemək xərci. Yemək xərclərini ilə təmin etməlidir. İşə götürən həmin yemək xərclərinin gəlirdən çıxmaq hüququ yoxdur və işçinin gəliri də sayılmırdı. Bu da vergi məcəlləsi 98, 109, 119-cu maddələrini tənzimləndir. Yəni qeyd edirəm, tutaq ki, işə götürən 10 manat işçiyə yemək xərci verə bilərdi. 100 manatda, 1000 manatda gəlirdən çıxılmırdı, yəni işə götürənin, sahibkarın xalis mənfəəti hesabına, belə şunun mənfəət hesabına kompensasiya olunan bir xərc idi və işçinin gəlir sayılmırdı. Dəyişiklikdən sonra necə oldu? Norma daxilində xərclər, yəni gəlirdən çıxılır, sahibkarın vergi ödəyicinin işə götürən gəlirindən çıxılır və işçinin gəliri sayılmır. İndi bir də buna bir sadə bir misal gətirək. Yəni, tutaq ki, hər hansı bir sahibkarlıq subyektində, sahibkarlıqda, hüquqi şəxsdə və ya sahibkar fiziki şəxsdə 20 gün normal iş günü vardı. Və gündəlik qeyd elədim ki, 5 manat bunun yəni yemək xərci var. 5-i vuraq 20 belə 100 manat. Sahibkar fikirləşir ki, bu 100 manat bu işçi azdır, əlavə bir 100 manatdan buna verilsin. Yəni, olsa 200 manat. İndi burada vergi tutma bazası, vergi tutma yəni mexanizmi necə olacaq? Yenə qeyd elədim ki, birinci 100 manat gəlirdən çıxılır, sahibkar üçün, vergi ödəyicisi üçün, yəni hüquq şəxs, fiziki şəxs üçün, yəni sahibkarlıq fəaliyyətində məşğul şəxsin gəlirdən çıxılır, işçinin də gəlirinə aid olmur. Növbəti 100 manat artıq normaldan artıq olan isə sahibkarlıq subyekti gəlirdən çıxa bilmir, əvvəldə olduğu kimi xalis mənfəətindən silinir, amma həmin 100 manat işçinin gəliri hesab olunacaq. Sual ola, bu hansı yəni maddələrin tərzimədir? Bəlkə qeyd elədim ki, vergi məcəlləsinin 98-ci maddəsində görə ki, işçinin kompensasiya kimi xarakterli xərclərini, yəni xərclərini sahibkarlıq, yəni işçiyə götürən tərəfindən kompensasiya olur da bunun gəliri sayılır. Ona görə nə etmək lazım? Həmin əlavə normadan artıq olan məbləği, normadan artıq olan yemək xərcini işçinin aylıq əmək haqqı üzərinə gəlmək lazımdır və müvafiq qaydada əgər gəlir vergisi cəlb olunan, yəni limitdə aşırsa gəlir vergisi cəlb olmalıdır. İndi iki sual meydana çıxır. Gəlir vergisi oldu. Məcbur dövlət sosial sığorta, işçilikdən sığorta, icbari tibbi sığorta bunlar cəlb olunmur. Qeyd edim ki, həmin əlavə vəsait, dedim ki, əlavə belə deyək, sadə forma, nümunədə qeyd elədim, 100 manat əməklə gəlin, o da məcbur dövlət sosial sığortaya cəlb olunur. Bu da sosial sığorta haqqında qanun müvafiq maddələrlə tənzimlənir. Amma işsizlik və icbari tibbi sığorta cəlb olunmur. Nəyə görə? Bu da ki, artıq işsizlik haqqında Azərbaycan Respublikası qanunu, tibbi sığorta haqqında Azərbaycan Respublikası qanununa görə bunlar, yəni əmək haqqı fonduna aid deyil. Əmək haqqı fondu sual olunur, bəs əmək haqqı fondu nədir? Əmək haqqı aid olan gəlirlər nə ilə tənzimlənir? Bu da ki, Əmək Məcəlləsinin 157-ci maddəsi vardır ki, bu kimi gəlirlər əmək haqqı fonduna, əmək haqqı və ona əlavələr aid olmadığına görə işçilikdən sığorta və icbari tibbi sığorta cəlb olunmayacaqdır. Ona görə bu məsələ biraz diqqət olmaq lazımdır.